Hər vaxtınız xeyir əziz tamaşaçılar. Siz Kanal 13 internet televiziyası ilə Müsavat.com saytının birgə layihəsi əsasında hazırlanmış süjetə baxırsınız. Son günlər standartlaşdırma, metrologiya və patent üzrə Dövlət Komitəsi yanında texniki tənzimləmələr və standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti çudapetkalarda araşdırmalar aparmış və məlum olmuşdur ki, bu çudapetkalarda məmulatların hazırlandığı yerlərdə antisanitariya var və biz də bununla bağlı öz araşdırmamızı aparmaq istədik. Bir neçə çudapetkalara yaxınlaşsaq da onlar bizə çəkiliş aparmaq üçün şərait yaratmadılar. İndi isə biz insanlardan soruşacağıq ki, onlar çudapetkanın məmulatlarından dadırlarmı və onların keyfiyyətlərinə nə qədər əmindilər? Deyə bilmərəm. Çünki alıb yemirəm, özüm bişirirəm. Gecikirəm axı. İşə gecikirəm. Vallahi işə gecikirəm. Çudapetkalara gedirsiniz ümumiyyətlə? Yox. Oradakı məhsullar deyirlər antisanitarik deyən. Getməmişəm, xəbərim yoxdur. Yox. Niyə getmirsiniz? Şum gəlmir oranın yeməyinə. Deyirlər ki, orada antisanitariya var, bəzi məhsullardan qurt tapılırdı. Necə baxırsınız yəni? Eşitmişdim, amma mən xoşum gəlmir oradan. Xeyr, getməmişəm. Niyə getmirsiniz? Mən qonağam, ona görə gedə bilmirəm, vaxtım yoxdur. Bəs deyir, orada burada aşkarlanıb bəzi məhsullardan. Vallahi bilmirəm. Xeyr. Yox, getmirəm. Niyə getmirsiniz? Ona görə imkan yoxdur. İmkan. Bəs deyirlər ki, bu aşkarlayıblar ki, bəs orada qurt var, bəzi məhsullar. Yox, elə bir şey eşitmişəm, amma görməmişəm mən. Bəli, gedirəm. Və ümumiyyətlə oradakı məhsullar sizi qane eləyirmi? Yəni normaldır mı? Qane edir. Son vaxtda getdim. Son vaxtlar deyirlər ki, bəs saytlar yazır ki, oradan antisanitariya var, məhsullarda burada aşkarlanıbdır. Buna necə baxırsınız? Yəni eşitmisinizmi? Yox, xəbərləri oxumuşam. Belə xəbərim var, amma belə məni qane eləyir. İndi baxır da məlumata fərq var indi. Bu dövlət patenti üzrə, yəni standartlaşdırma və metrologiya üzrə. İndi yəqin ki, əgər hansı bir nöqsan tapıblarsa, yəqin ki, bunu ya cəza qaydası olar, ya da onun aradan qaldırılması, yəqin ki, özlərinin rəhbərliyi bu arada fikirləşib bir rəy verərlər də yəqin ki. Yəqin ki, deyəcəm, çünki oradan konkret mənim aldığım bir şeylər vardı. Yəni hər dəfə getmirəm. Yəni həftədə bir dəfə, yaxud da 3 gündən bir, ya ola bilər ki, 10 gündən bir. Və konkret elə şeylər alaram ki, yəni orada tapılan faktlarla əlaqəsi olmayan bir şeydir. Gedirəm. Ümumiyyətlə oradakı məlumatlar sizi qane eləyir, yaxşıdır yoxsa? Yaxşıdır. Bəs deyir ki, bax dövlət deyir ki, bəs orada araşdırma aparıblar, bəzi məhsullarda qurd aşkarlanır. Qurd? Antisanitariya deyirlər, başalıb gedir. Bilmirəm, hələ ki görməmişəm. Bəs bu xəbərdən sonra gedəcəksiniz yenə çudapetkanı? Mən Allaha inanıram, bizi yaradan Allaha inanıram. Nə bilim, bizi qoruyan odur. O qurdu yesək də bizə təsir etməz. İsa'nın adı ilə. İsa'nın adı ilə bizə heç nə təsir etməz. Amma Allah elə eləsin, onların rəyinə də toxunsun. O qurd şeyləri əgər özləri yeyə bilmirlərsə, başqalarını da rəva bilməsinlər. Mən belə məsləhət eləyirəm. Xeyr. Mən başqa yerdə yemək yeyirəm. Bu məlumat yayılıb ki, bəs orada antisanitariya var, bəzi məhsullarda qurd aşkarlanıbdır. Xəbər etmişsiniz? Yox, eşitməmişəm. Xeyr, getmirik. Səbəb? Ehtiyac duymuram. Burada məlumat yayılıb ki, bəs orada antisanitariya var, bəzi məhsullardan qurd aşkarlanıbdır. Yəni eşitmişdiniz? Şayə ola bilər, lakin hər halda gənclər çox istifadə edir, məktəblilər, gənclər müəyyən aclıqlarını, susuzluğunu təmin etmək üçün istifadə edirlər. Mənə elə gəlir ki, şayədir. Hər halda bizim Bakımızda, gözəl inkişaf edən Bakımızda hər bir yeni açılan nə varsa, o yaxşıdır. Yaxşılığa hə demək lazımdır. Hər bir işdə nasazlıqlar ola bilər. Əlbəttə ki, yoxlamaları mən alqış deyirəm ki, yoxlanılsın və müəyyən səhvlər aradan götürülsün. Gedirik. Ümumiyyətlə necə qane edirsiniz oradakı məhsullar? Əlbəttə qane edir. Nə olub ki, problem var? Məlumat yayılıb ki, bəs orada antisanitariya var, hətta bəzi məhsullardan burada aşkarlandığını deyirlər. Yox, biz rast gəlməmişik, eşitməmişik də. Özü biz istifadə edirik, tutumun yanında çudapetka var, Mərkəz Ünvermağın. Həmişə istifadə eləmişik, çox gözəl, xoşumuza gəlir. Bəli, çox qəşəng. İndi bu qədər işləməsə gedəcəksiniz? Hansı xəbər? Yəni bu aşkarlanması qədərini yəqin biz elə şey alarıq ki, onun içindən qurd çıxmır.
Biz avacı pirajki alırıq, oradan da qurd çıxmır. Elə bir xəbər eşitmişdik. Özdə mən bir dəfə Neftçilərdəki Çudapeçkada, metronun ağzındakında oradan almışam. Orada qoğalda tük çıxmışdı. Saç tükü bəli. Ondan sonra ora getmirəm. Amma buradakı Baksovetdə Çudapeçka orada tərtəmizdir. Ora gedirik biz təmizdir. Ora təmizdir. Biz təkcə bir şey almaqla biz təbii ki, onu nə araşdırmırıq, nə onu analiz eləmirik, bilək ki, onun içində nə var, nə yoxdur. Ona görə də bizə də çətindir bütün şeylər söyləmək. Əlbəttə, onun hazırlanma yerindən çox şey asılıdır. Gedirəm. Oradakı məhsullar sizi qane eləyir? Tam olaraq qane eləməsə belə də normaldır. Əsas sosisika məhsulları elə də yaxşı deyil. Yəni orada sosisikadır, kalbasa, onlar yaxşı deyil. Belə ən çox istifadə edirik pirajkidən, qoğaldan. Yəni onlar daha məsləhətli düşünürəm ki. Bu araşdırma aparatları bəzi məhsullarda qurd aşkarlanır, deyirlər. Eşitmişsiniz mi bu barədə? Eşitmişəm. Bundan sonra gedirsiniz? Yox, artıq demək olar 2 aydır getmirəm. Bəli, gedirəm. Bu deməli araşdırma aparatlar ki və məlum olub ki, orada bəzi məhsullarda qurd aşkarlanır, antisanitariya var. Siz bu barədə eşitmişsiniz? Qurd haqqında eşitmişdim, amma qurda rast gəlməmişəm. Amma orada bilmirəm indi adı nə cür gedir orada. Belə çörək içində salatla qarışıq bir şey. Şəxsən mən onunla yemişəm və 3 gün ərzində mən həqiqətən olaraq, yəni zəhərlənmişəm. Yəni orada boyat deyək də, yəni məcazi mənada salat və kartof olub. Ondan sonra orada məsələn pirajkini özünü almışıq. İndi dostlarla, tanışlarla idmandan çıxanda pirajkini və yaxud da dönər nəsə almışıq. Onlar hamısı boyat olaraq, yəni verilib bizə. Biz yediyimizcə o turşuluq verib. Yəni ondan belə də yəni zəhərlənmə əmələ gəlib, nə bilim, çox şey əmələ gəlib. Ona görə yəni elənsə şeylərə yol verilməsin bu bir. İkincisi ən azından əgər bu qədər vəsait buraxılırsa, bu qədər şey buraxılırsa, ən azından yəni kaçsıvalı bir şey versinlər.